Yaşayır ömrümüzü şen firavan, biz mehriban bacanaklarıq. Yeri gelse dostluq hem de yoldaşıq biz, dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz, biz mehriban bacanaklarıq. Var ol ay bacanak, ne yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağı, bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz, mehriban bacanaqlarıq. Sabahınız xeyir. Sabahınız xeyir. Deyirəm, nə yaxşı sakitçilik deyək. Yəqin Nobil dayı hələ durmayıb. Dayı nə də az? Ona əmi deyin. Onda elə çıxır ki, əmimiz halal neymət minbərəkət kalbasasından yiyənməyəcəkdir. Ne oldu ha? Ne oldu? Ne oldu? Başa düşmedim. O partlayışlar o benim bu dinlikimdi. Başa düşmedim. Ben deməli akşamdan reaksiyanı ele veririm, ele kururam ki saat düz 9 tamamda bu dinlikim bak! Reaksiya verir, yuxudan dururam. Öz elmiş kötüyenden sonra bunu keşfedemişim. Bu elmiş kötüyenden sonra ben ne tercih edirəm, elə də yatıram, elə də dururam. Söz vermişim, müdafiəyə qədər belə olacaq. Sarılık eləyərsən də biz Allah koysun. Salamlar, salamlar. Salam. Bilirəm gözləyirsiniz mənə qızım. Oradan bir haşşoya baracədən aç götür gel bura. Yəni ki, suyun içine damat çay ver. Ay sağ ol, ay sağ ol. Tarık sen buraya gel. Yemek yiyirəm, qadınım, yemek yiyirəm. Bilirəm, maraqlı söhbətlər varsa, amma yemek yiyirəm. Ya kısmet sen yemişsen. Ha, mən Ha kadın, buraya gel sen de yemişsen, buraya gel. Gel görünmeyi de hiçbir. Nuş olsun. İndi keçək əsas məsələyə. Biraz yaxın otur da, neden qorxursun? Ay sağ ol. Deməli, ay sağ ol kızım. Gel əyləş otur sen de. Yo, vallahi. Sen Allah otur. Vallahi işim var. Onda uzağa getməyən söhbətim var. Atanla ananın eşqi barəsində. Deməli, 81-ci ildir, yox 83. Moskvadayam. Deməli, beynəlxalq dünya alimlərinin konferansı keçirilir. Bax, nə konferans? Ben deyim bir 160-163 alim deməli orada iştirak edir, mən də oradayam. Ben de oradayım, deməli orada sübut edirlər ki, atom yox, zülar maddələrinin atom hüceyrələrində təsiri. Çox belə bir möhtəşəm bir mövzudur. Burada da ağız yarım kulaq eşitmir. Burada yığışırlar da. Ağız yarım kulaq eşitmir. O gəlir, bu gelir. Hərə öz təklifini verir. Siz nə təklif elədiniz bə? Mən də təklif verdim. Necə? Çay. Ha. Necə? Mən oradakı çay işinə baxırdım. Çay məsələsini mən həll edirdim. Deməli, bir gün Yapon alimi oturub, bununla deməli söhbət edən gelir, züların atom, sen bilmirsən də belə şeylər. Züların atom hüceyrələrində təsiri, buna bu söhbətdə bu Yaponla sporum düşdü. Necə? Necə? O ki deyəndə bu Yapon ki, bu atom hüceyrələrini inkar eləyəndə əri ilişdi Padmosa. Padmosa ilişdi. Padmosa ilişdi, çay dağıldı bu Yaponun üstünə. Ki, başa saldırma, qardaş, öylədir, təsadüfən yox. Elə danışdı, söhbəti uzatdı. Necə yan uzatdı? Ya da uzatdı da. Spora uzatdı. Məni uzatdı. Sən nə tərdi sağ əli ilə, bu sağ əlini yumruyub çərəmə birini qoydu,
içərə getdi. Nobel, bugün ölübsən, dünən ölmüsən, dəxli yoxdur. Amma yaman udarım. Yaponlar cəldir. Bu nədir? Bazarlıq. Pis tərəfində dostum, biraz qırağa dur. Hamısı, yəni, ət, yağ, 3 solo, Allah, pendir, motal pendiri, Holland pendiri, pesox, qənd, market açırıq, banan, kalpasa, saska, qatıq, süt, ayran, 2 paşkası pişka. Yadından nəsə çıxmayıbdı ki buralarda. Bir də var da belə işməyəcək. Məzələnirsən, bu nə da yazmışsan sən? Nə məzələndirəm, hamısı alınmalıdır. Nə al? Sonra deyirsən ki, Talib, bazarlığa görə dava salırım. Bu nədir yazmışsan? Bu nədir? Yağ 3 kilo. 3 kilo yağını edirsən. O boyda tətəqin yağsını yarım kilo yağla yola verdik. Halvası içində, aşın qarası içində. Nə oldu? İndi 3 kilo yağını edirsən. Qırılıb batırsınız. Yağ getdi. Vallahi yağ. Sən. Ət nədir? Kalpasa nədir? Saska nədir? Ət ətdir. Kalbasa kalbasadır, səska da səska. Qarışdırma, qarışdırma. Səndən söz soruşuram. Kalpasa saska olan yerdə əti nə edirsən sən? Ha? Olur da qismət bilirsən, səhriyaldan hər gün kalpasa saska. Əti nə edirsən? Ət yeyəcək. Bəlkə kebab yesin qızat. Xotkar bəyin qızıdır. Ət getdi. Bu nə da yazsan? Pendir. Pendir. Motal pendiri, Holland pendiri. Sən nə vaxtdan Holland pendiri yeyirsən? Niyə o gün səndən toyda yemədik? Ha, toyda yerlər də Holland pendirini. Ay, görməmiş. Evdə Holland pendiri yeyirlər. Qonşu deyilsin bunları nələr çaltağını toyda nədir? Holland pendiri. Paz mənəm. Motal pendiri qaldı. O da iyi verir hə biraz. Motal da yetdi. Təzə pendir, bəsdir, təzə pendir. Bu vaxt təzə pendir hardan tapacaq? Bəs necə oldu ki, alim oldu? Ha, gözəldir, gözəl sualdır. Deməli, Moskvada üskü fırladırdım. Qəşəng. Bir də işitdim ki, yeni alim müsabiqəsi keçirilir, qatıldım müsabiqəyə. O dəqiqə. Gedir, müsabiqə gedir. Finalda ayıldım. Finalda bildim ki, ağıl yaşda dör, başdadır. Necə? Ay. Kıçım boyda uşağa uduzdum. Ha? Zoqqullamıyor orada sənlənəm. Qənd nədir, pesoq nədir? Nədir bu yazırsan? Qənd nədir? Qəndli pesoq. Böyürmü? Gözlü yoturdanmı? Qənd nədir, pesoq nədir? Qəndli pesoq da pesoqdur. Qarışdırmayın mənim fikrimi. Məni dolaşıq salma, səndən söz sorturam. Pesoq olan evdə qəndin eləyirsən. Ay Talib, pesoqun öz yeri var, qəndin öz yeri var. Yeri yoxdur, qəndin yeri yoxdur. Pesoqun da yeri oradadır. Bəyək bir xışma görmüşəm, var. O pesoq da elə duzdur. Duzdur? Mən deyirəm, bu nə zəhərdadır. Öldüm. Pesoq alacaq duz atmışdım, öldüm. Yola verirəm də, baxıram imkanımıza uyğun da. Pesoq da getdi. Ha, nə qaldı? Çox şey. Banan nədir? Banan nədir? Banan da uşağa görə, Kamrana görə. Saat deməmişim, uşağa banan vermə, boğazında çöp qalır. Ay Allah, banandan nə vaxtın çöp qalır? Balıqda da belə spor eləyirdi, nə oldu? Nə oldu? Banan yeyəcək, hala getdi. Südün üstündən niyə xət çəkdin? Əlimdə, mən məhkəmə ver. Əlimdə, adam təzdən yazıb. Süd getdi. Getdi də. 2 paşka spişka. Spişka nə edirsən? Başa düşmə. Neyniyəcəm? Qazı yandırmağa. Sən mən vərəmlətmək istəyirsən? Buraya gəl. Buraya gəl deyirəm sağ. Keç bura. Bunu niyə almışam mən? Şundan çətindir, elə Ay, nə çətin, qoyursan taxtanın üstünə.
Oxalayırsan, Hanı? oxalayırsan, mən dün axşam hamam kalokası bununla yandım. Hanı bəs? Sülürsən, Ha. yandı fil! Yandı! Hanı yanmır axı. Elim yandı! Gəl suya tez. Yat! Ay! Gül kimi çaxmaq daş almışdım da. Eləmək olmur da, əlim ağrıyır. Onu eləmə, bunu eləmə, başımı xarab eləyib. Əlimin dərsi getdi. Əlimi yandırmış. Heç olmasa evə gələndə quru çay alarsan, ac qalmayaq, qarnımızı çayla dolduraq heç olmasa. Sənin başın xarabdır. Sən dəlisən, get özünü yoxlaq da. Ben bu yağışlı, nəmli havada quru çay hardan tapmayı arzu? Orada nəm çaydır da, quru. Nobel əmin edirən də kraska versin, qarışdırıb, iş yola verdi ona. İşlənmiş çay. Ha, nə işlənmiş, özü işlədib səndən, ha? Başqaca var işlədib ki? Mən çörəyə danışan kişi deyiləm. Məcbur edirsiniz. Çörək də almayacaqsan? Çörək də yazsın. 3 dənə çörək yazsın. 3 dənə çörək, o ben görüşmüş sonra maşallah. 3 dənə çörək yeyəndə kökələcəksən də, şişəcəksən də, sabah da mənə deyəcəksən ki, Talih, mənə gələndə evə 2-3 min ver trinajör al. Ay, tam o çörəyə görə deyirəm sən. O trinajörün davası da, axırı yenə jim eləyəcəksən, yenə pres eləyəcəksən, trinajör alacaqsan sağ. Çörək getdi. Orada 10 var. Şeylər, bu şeyli yiyin. Sizin söhbətlər çox xoşuma gəlir belə, ağlıma batırır. Elə mənim də səndən xoşum gəldi. Sağ ol. Sən qulaq asmaq, səndə qulaq asmaq mədəniyyəti var. Nədən qulaq asan bir axı? Desəsi yarımçı qoyub gedin mənim söhbətlər. İcazə versəydin. Yox, hara gelsin. Xoşum gəldi səndən. Tarih bilməsin, sənə kiçik bir hədiyyəm var. Buyur. Yo, Yox, bu Nobel'dən sənə mükafat buyur. Mükafatı geri qaytarmazlar özü də. Hər adam Nobel mükafatı ala bilmir. Ay şey. Çox sağ ol. Hələ kirvan çənəsinin altına. Zəhər deyil, zəhər. Ya, yaxşı yadına düşdü, hala. Ananın reseptini, getmə aptekdə dərman yox idi. Həkim oxuyanmadı. Bunlar niyə cırlar? Mən nə bilim, mən cırmışam. Dilimdə qatlanıb cırılıb da. Hər şeyi söz elə. İsmət, qeyd eşə. Və biraz tez ol. Gəlim, gəl. Yenə nə olub? Qaş qabağın yerlə gedin, de gülüm nə eləmişəm. Belə başa düşdüm ki, Talih evə heç inanmayacaq. Taliyyatın evə bazarlıq eləyib ki. Heç olmasa sən qismətə siyahını verdin. Bacı, qismətin siyahıya ehtiyacı yoxdur. Səhərsən yerinin içində hamısını əzbərlətdirmişəm ona. Qismət, evə nə almalısan? Ət, yağ, kalbası halal nemət, pendir, Qismət! ət, 3 kilo yağ, motal pendiri, Holland pendiri, halal nemət min bərəkət saskası, kalbasası, sonra makaron. Yaxşı, get. Yaxşı, olsun. Həftəyə 3 qəzet. Mən doydum. Həsrət, Hə dayı. mən doymuşam, dayı yeyəmirəm. Al, bu da sən ye. Sağ ol dayı. Yersən isə. Hadi, gəl. Əzizlərim, vəziyyət çox acınacaqlıdır. Dünən mən metroya girəndə, metronun içindəki o cavan oğlanın əlindəki qəzetlərin arasında öz qəzetimizi görəndə başa düşdüm ki, vəziyyət həqiqətən çox acınacaqlıdır. Qazet satılmır ki, hansı olmalı?
Bir aydır ki mənim maşınım qapıda yatır. Bircə manat tapıb ona benzin vura bilmirəm. Məhz həmin metroya düşəndə mən başa düşürəm ki, vəziyyət çox acınacaqlıdır. Talih, Bəli. oğlum. Bəli ata, Xansar müəllim. Talih, Bəli. 28 may metrosunun qabağında sən tez-tez olursan. Orada da adam belədir, çox olur. Niyə gedib orada qəzet satmırsan, ha? Ay Xansar müəllim, sən özün bilirsən ki, mən orada telefon işinə baxmışam, pul işinə baxmışam, ülsi işinə baxmışam, ay qurban olum. Orada hamı məni tanıyır, hamı məndən qalıb salıb düşmandır. Mən 6 ayda oraları fırlanamıram. Milli banca sən bilsən ki, mən Çeriz Nizami nə yollarına gedirəm, oturub ağlayarsan. Ondansa bir təklifim var. Aha. Elmlər metrosu tərəfdən məni heç kim tanımır. İyi. Belə üzdən tanırlar, amma düzgün tanırlar. Gedirik metronun girəcəyində, bir dənə stol qoyuruq, üstünə qəzetləri yığırıq. Bir qəzet alana 5 dənə kubik hədiyyə veririk. Qəzet bir qalsan da atam. Bir dəqiqə. Özün də bəyə vurğuladın ki, bizim qəzetin qiyməti 20 qəpik idi. Bu kubikin də qiyməti əgər Ənvərin qardaşından alsaq 50 qəpik idi. 2 manat 50 köpük kubik edir. Xeyri nədir bunun? Qəzeti aldın 20 qəpiyə. 5 dənə kubik hədiyyə verdik, qardaş 5 kubiklə gedir. Sən girəndə metronun içindən düşəndə polis nə edir? Mənə hara gedsən, ev tikirsən burada. Düzdür. Gətir o məcburi kubikləri qoyur bizim qabağımıza, qəzeti götürür gedir, 20 qəpik qarşı cibinə də atan. Qozan da ye də. Metrolardan əl çəkdi, həyatım. Talih, bu da keçən sonraki söhbət deyil ha. Bir qəzet satırdıq, üstündə də 4 dənə stul hədiyyə verirdik. Gələn gedən bir qəzet alırdı, 4 dənə stulu. Metro əvəzinə taksi ilə daşıdılar Talih, 3000 yandırmışam o söhbətdə. Qutar yine belə axmaq ideyalarıdır. İsmət, elə bil keçən səfər sən mənə söz verdin ki, qəzetin yaxşı satılması üçün qəzetdə serial çap eləyəcəksən. Bəli. Qəzeti bayaq açıb oxudum. Serialın 1-ci seriyasının sonunda baş qəhrəmanların ikisi də öldü. Bəli, bir serialdır da, geniş serial. Sən? Nəyə gülürsən? Ömrüm boyunca sənin qanunun arasına girir. Nə bir serial ha? Ha? Gedirsən. Axşama qədər sənə vaxt verirəm. O baş qəhrəmanların ikisini də qəbirdən çıxardıb xortladırsan, mənə dəxli yoxdur. Ucuz kimi də olsa serial davam eləməlidir. Başla. Ay qız, sən bu soyuq çayları içməkdən mənim boğazım şişir. Mən adam kimi yaşaya bilmirəm. Bir dəfə isti çay verəsən mənə ya yox? Hansı var müəllim, neyiniyim? Ofisdə nə işıq var, nə də ki qaz. Metrodan çıxıb bura gəlirsən ha. O boyda yolda sən 2-3 dənə şüşqardan, o odun parçasından tapıb gəlib burada səhər tezdən bir çay dəmləyə bilmirsən? Hərdən müdür adıma hörmət eləməsən də saçıma, saqqalıma hörmət elə. Talih! Buraya gəl. Buraya gəl Talih. Buraya gəl! Qələb qəzeti. Abeddən sonra bunu gedib döngədə satarsan. Otur. İsmail! Bəli, xanım. Bəli, söhbətini yığışdır mən ilə. Buyurun. Gələ bu qəzeti. Abeddən sonra sən də Talihdən 2 tin o tərəfə, o biri döngədə satırsan bana. Eşitdin? Oldu, xanım. Həsrət! Başlalı, gəl bura. Canım deyə, canım. Ürəyimdir bu mənim. Nə gül orada? 50 dəfə demişəm sənə ki, burada iflas gedəndə danışma. Kız odun daşıya bilər. Görün bu yerdə dahi alim Joseph Lemont'u Fransız alimidir. Nə deyib? Le chemin un demi-son Jumerle merle son
Remestangis Levansier! Day! Day! Bəs niyə partlamadı? Bilmirəm. Siz dəqiq barıt atmısınız? Dəqiq. Siz bu dəfə reaksiyanı düz eləmisiniz. Doğrudan. Onda gedin baxın. Fanar, çitersi saat. Taşki açki. Ha, keç içəri gəlin, keç. Gəl, gəl. Keç, gəl otur. Kimdir Ayman? Hər şey gətirib, otur. Nə satırsan? Fanar, çiterski saat. Gruska. Mənə bax, fanar neçəyədir? Fanar 5 manat. 5 manat. Alet maşını alalım. Ya istəmirəm. Yaylıq olsaydı alardım. Yazı da var. Yaylıqdır. Püf. Əşya da istəmirəm. Başka ne var? Başka ne var? Göster göreyim. Başka? Kitayski gol saati. Kitayski fanar var. Kitayski Belgaşyan var. Kitayski Üzgürxan. Kitayski Şəki paxla var. Kitarski şəkil paxlavası. Yox. Kitarski Gəncə doğum var. Yox, onu da heç istəmirəm. Mənə bax. Mobil müəllim o otaqdadır. Keç onun otağına. Alsa olacaq səndən bu şeyləri yeri. Get. Döşer bizden size kim düşer? Ay lale aynı sizden bize kim düşer? Ben öşer, Açki 5 mana. ben öşer ha? Açki 5 mana. Fanar 2 mana. Binokl 5 mana. Çıkacak. İstəyirsən? Ya. Bir de sen ya. Gene bilsen. Gene bilsen. Gene bilsen. Hala, sen Allah'ı kurdalama. Sen gel zibilleri kurdala. Bildim. Benim şey, sen de düşe. Yüzden yandım. Tutamam bu. Araba iğnesi beni. Hazırdır. Şalvarı kırmızı. Hacı değil. Geçin. Geç. Git arada. Ay dedem. Ay. Yok. Nereden bir? Bu konfetlerden yiyeyim. Bu ne konfetti? Kitay sattı. Kitay satmadı, Kitay düzeltti. Sattı. Zibilden konfet düzelttiler. Ama dikkatli olun, dikkatli olun. Konfetin içinde oyuncak var. Sağ ol. Ne oluyor lan? Ay Talih. Talih. Kurban olun git kadına. Ya ne oldu?
Tale, bir de bir kardeşim belki nəsə kömək edə bilirsin. Söhbətim, qurban olma sənə. Ay Tale, bir de bir belki deyirəm kömək. Tale, bir dəqiqə mən. Ay Tale, Tale. Zor nə olubdu? İmkan ver məşq eləyim də. Saat 9:05 olmalı ya. Tam balamın canım bu kadar başını dalakan. Yok da. Ha. Esya. Oy oy oy. Esya. Tale. Aha, sağ ol almışam ha. Ya mübarəkdir, qəşəng saatdır ha. Baxın bir də. Bir dəqiqə imkan ver. Saat değil, saat. Elə şey deyil. Güzel saat da. Satıram ha. Natural. Satıram onu. 100 manat verirəm. Yok, burada belə deyil. 3 kişidir da burada məndən. Ha. Qoy bunu qoy, aksiyona təmizliklə olsun. 100 verirəm mən. 101. 150. Ha, bir dəqiqə qaldı. görüm. 3 rətingi gözlə da. Qazaxstandan gəlib burada mən 151, 152. 200 manat. 200'a qalxdı. İndi bir dəqiqə. Ha. Qazaxıstan yox, Qırğızıstandan gəlmişəm. Ona görə də nə qədər verirdik? 200 deyil. 250-də mən verirəm. 251. Esyanın xətrinə 300 manat. 301. 302 qismət 300 verirlər. Saata 300 verirlər. Qismət nə versən? 301, 300 saat. 300-də qaldı. 250 bu deyil, bu 300-də Natura saatdır mən özüm alırım. İsveçrədən yad, Natura. Patolog 50 manata pul verir. Şu 50 manat satdıq, Allah xeyir versin. Aksiyonda qismət gəlib gəldi, 50 manata. Allah Təbrik edirəm, xeyir olsun. Qismənin dönü 300-ə satıram, 50 deyil. Xeyir olsun İsmət. Xeyr yatır. Sağ ol. Tale. İsveçrədən gəldi. Tale, gəl. Sonra səni tutmam olsun, çətin olur. Ver mənə. Pulumuzu ver. Kim az sənin? Mənə də 2 çatır ha. Sən yaxşı oynamadın. Niyə? Qala 1 manat. 1 manat çıxar da, yandırırdın sən. Bu 1 manata kifayət versin saatın pulu. Təmiz? O saatın pulu. Təmiz. Qulaq as. Qəşəng 140 var 5 manata. 5 manat çox var. 5 manat çox var. Nə var, neçə satmır? Danışacağım 60 qəpik salacağım. Satarıq 60 manata. 60 manat. Yandırma. Aksiyonu birinci mən başlayacağım. Üzün yaman tikrarət. Aydan da qırmızı yaxşı. Yəni yaman üzün tikrarət. Xeyir olsun İsmət. Qəşəng bahalı saatdır ha. Firma saatı. Uddun ha saat almaqda. Buna firma. Mən sözün düzüm. Deyirəm ağzım sulanır. Əvvəldən limon işinə baxırdım. Sonra bu kitaylar gəlmədi. Bazarım bağlandı. Necə bağlandı? Hə? Necə bax? Deməli, mən limonu Lənkərandan gətirirdim də, Lənkəran limonu. Sonra bu kitaylar gəldi, kitayski limon. Deməli, bir tərəfi limon deyil, bir tərəfi üzqırxan. Arzu, o gün qonşumuz Pakizə bildin nə olub? Nə olub? Pakizənin oğlu gəlib atasına deyir ki, papa maşını vurmuşam. Atası nədir? Atası deyir ki, atam maşını vurmuşsan, lap belə əcəb eləmirsən. Qoy. Götür qırmızı maşını sür. Nə yaxşı. Oğlu da deyir ki, ay papa, hələ öz maşınımla qırmızı maşını vurmuşam da. Atası deyir ki, ay baba, bir dənə oğlumsa canım sənə qurban. Götür həyətdəki cipi sür, keçən aşırmanı. Deyir, yox atam, götür mənim maşınımı sür. Deyir, ay papa, sənin maşınında ştrafını oyna. Deyir, neyi, səhər açla, gedərik sənə qəşən tezə maşın alarıq. Onlar belə imkanlıdırlar, belə varlıdırlar. Ha, nə var? Acından gün orta dururlar, Prosta o vaxtı ata-bala miningit olublar, o vaxtda başları işləmir. Ağızlarını gələni danışırlar da. Yadında deyir, keçən dəfə Navastroka tikib sökürdülər, Nə var? Ay Allah. Çimat Özqırxan. Yox, sağ ol. 5 manat. Yox, çox sağ ol. Çimat da sağ. Çıx çölə, saat lazımdır, çıx çölə. Kim ayda saat, kim ayda şey. Hoşan saat, hoşan, tapan saat, hoşan. Tapan saat. Ay, dur.
Kabrasın dur. Kabrasın sorun. Yaxşıdır. Gəl. Gəl sakitləş. Otur, dəlirsən. Otur. Sən də balası. Qırağa dur. Mənim xətrimə də. Balam, səs gəl. Keç bura. Onun ağzı uzun yox. Bəs Xəlil, kim olmaz? Özünə bütün iki taşınlarına baxsın. Bilmirsən tapanca onlarda söyüş deməkdir. Mən bilim tapanca söyüş deməkdir. Hələ Şaulindən kinoya baxmısan bütün günü. Kamran bilməsin mənə el qaldırıbdılar. Yaxşı demək. Tapanca! Nə işlə məşğulsan? Mən mal satıram. Hə, mal satır. Sata bilirsən? Hə, sata bilirəm. Desən öl? Sağ ol. Gündə nə qədər satırsan? Bir günə bir kamaz satıram. Görüm. Bu qəzeti sata bilərsən? Sata bilərəm. Onda nə yox, azdır. Bir dəqiqə. Ala bu 50 qəzeti götürürsən, satırsan. Qiyməti də cəmi 20 qəpikdir. Yaxşı? Birdən götürüb qaçarsan, sifətin yadımdadır. Hara geçsən gəlib tapacam sən. Götür. Yaxşı işə transfer müəllim gəldi əlimə. Buyur, mən açaram qapını, əsəbləşmə. Tapanca! Hayır, dilini var. Tapanca oğlu, tapanca! Dilini var. Kamrana vereceğim abi. Yaman yalancıdır ya. Yalancıdır öyle. Dəhşət qopçudur. Mən üzə gəldim Hindistana. Məndən 2 gün sonra gəmi gəlib çıxdı. Halaldır sizə. Sizə halaldır. Çox sağ olun. Deməli, 71-ci ildə getdik Aya. Mənəm, Yura'da Yurka. Qaqarin'də Qaqarin. Qaqarin'də mənəm, bir də Layka, it. Layka. Gedirik. Ay, da özüm üçün gezirik. Deməli, hələ bir element gətirdi. Mən, deməli, daş gətirdim. Yura, Qaqarin. O su gətirdi. Ayda su var. Az yox, nə su tökülmüşlərdi. Buradan özü ilə aparmışdı. Abrat da qaytarıb gətirdi. Bəs nə oldu? Nə oldu? İstifadə elədilər, gətirdiyimiz o maddələrdən istifadə elədilər. Bəs it gətirdi? İtin gətirdilər, indi də istifadə edirlər. İti görsən tanımazsınız. Bir də atır özünü. Böyüyüb indi hansısa xarici ölkələrdə planetlər arası cəmiyyətin sədridir. Qəbuluna düşmək olmur. İtə bax, qarpız yiyir. Allah eləməsin. Əslində baxanda, 1957-ci ildə mən Aya getməliydim. Adamım olmadı. Bura, danışmamışam sənə. Bu Antarktida gəzməyimi Mayka ilə danışmamış. Müsibət! Xansivan müəllim, bu 250 manat.
250 manat niyə? Mən bir qəzeti 5 manata satdım. 5. Oha, biz bu 20 qəpiyə zibili qəzeti sata bilmirik. Sən bunu 5 manata necə satmısan? Fanali qəzetdir də. Həsrət! 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 Hə dayı. Bura gəl. Hə. Həsrət, qəzetləri verirsən müəllimə, aparıb satsın, yaxşı. Deyir da bu 100 dənə ver satsın da. Ay. Bu 100 dənə qəzeti Həsrət biz özümüz də sata bilirik. Ambardakı o 500 dənə, 600 dənəni ver buna aparıb satsın. Yaxşı. Götürürüm. Müəllimə kömək elə, müəllimə kömək elə. Gəl, buyurun müəllim, keçin, buyurun. Adamın 2 dənə belə bacısı ola. Yoxsa Simuzər mənə farşivi bir adamı göndərib. Sonra size diyeyim, bu antrakterdə maykamı çıxartmağı danışmamışam. Sən Allah! Deməli, o 80 dərəcə ki, o şaxtıya dözən adam gəlib düşdüm 45 dərəcə şaxtıya. 80 ora 45 dərəcə. Tər apardı məni. Ən attım, çıxartdı mı? Maykanı attım yerə. Bağışlayın, elə mən özümdən danışıram. Siz özünüzdən danışmırsınız, söhbət edəmirsiniz, özünüz haqqında Mən demirsiniz. özümdən nə danışa bilərəm? Mənim haqqımda cəmaat danışır. Boy. Müğənniyəm də, mahnılarım dillər əzbəridir. Elə. Mahnılar, siz şeydən danışmırsınız, bu üzr istəyirəm, sözümə görə, ərinizdən danışmırsınız, o xatirələrdən. Rəhmətli Yediyarı deyirsən. Rəhmətli Yediyar kişi də, bax sizin kimi işgüzar idi. Elə. Amma pul qazana bilmirdi. Daha niyə? 2 gün dülgər işlədi. Maşallah. 3 barmağını stanokda kəsdi. Elə. Sonra getdi bulvarda tir açdı. 2 gündən sonra evə gəldi, qulaqları deşik-deşik olmuşdu. Nəşə? Hələ bu binaların arasında tamaşa göstərirdi. Tükəklə ilanı yatızdırırdı. Amma zəhərlənib gəldi. Nəşə? Demirəmmi, bax 3 barmağın kəsmişdi də, tütəyi çala bilmirdi, ilanı da yatızdıra bilməyib. İlan da yatmayıb çalmıyor. Nəşə? Sonra da getdi, zooparkda işə düzəldi. 2 gündən sonra anakonda öldü, Yediyar işdən qovdular. Elə? Demirəmmi, əli biraz şey idi də, elə yemi aparıb belə uzadanda anakondaya bütöv girib içinə. Sonra anakondanı yardılar, rəhmətli Yediyarı çıxartdılar. Elə? Hələ bir ara min axtaran işləyir. Vay! Kimi yürü yaxı? Az axıra qədər danışmıram da. Başa düşdüm. Rəhmətli Yediyar uzaq görən idi. Bax, 2 il bundan əvvəl bir kamaz, zajiqalka, fem, bel qaşıyan, üz qırıqan, ta nələr bu xırda şeylərdən düz bir kamaz yığdı, çıxdı getdi Kitaya ki, 1-2 manatdan satacaq. Elə? 2 ildən sonra piyada gəldi evə. Nəşə? Hələ Yediyarın Hindistana çay aparmağını danışmamışam sizə. Yox. 2 ayağım bir başıma dilədi ki, bu yanım çıxartdı, satacaqlar. Görək, Yediyar. Nətər işlər?
Əllici. Buyurun, xahiş Hal olsun deyirəm buna. Bir günün içində, bir ildə bıraxdığım 3000-dən qəzet hamısını satıb. Halal sənə. Gəl bura görüm balaca. Neçə yaşın var sənin? 52. 52 dedin. Görürəm, yaman qabiliyyətli, fərasətli uşaqsın. Ağsaqqal. Ağsaqqalsan. Deyirəm, bəlkə elə bizim bütün qəzetimizi satdı. Başa düşmək. Burada başa düşməli nə var ki? Deyirəm, burada nə ki qəzetimizi görürsən, hamısını sat, optum çıxar gedəyik. Hə, sataram. Hara qaçasan ki, satmalısan da. Düşürsən aşağı, həsrətin yanına. Ambarda açot elə, əlindən nə keçdi, hamısını sat, optum qutarsın, geçsin bu söhbət. Yaxşı, yallah, dur. Dur. Tapayınsan. Ayağı boyda səni. O sənin ayağın boydadır, yaşsa ayağı boydasan. Onsuz da qəzetlərimiz ambarda çürüyüb batırdı. Asıl müəllim, bu kitab, o 20 qəpiklik qazeti 5 manata necə satır axı? Ağıl var da, qismət var da. Götürüb qəzetə fanar qoşub, buna bax. Gələn həftədən də qəzetin bu biri tərəfinə Uqıkan qoşacaq. Nə? Uqıkan? 140 da, Uqıkan deyirlər onlar ona. Allah. Bir aydan sonra fikrim var, danışmışam da. Onunla bir yerdə Şıdırğı jurnalı açıram, həm də ki, can məhrəbasıdır. Jurnaldır, can məhrəbası. Sistem qurulan, sistem otur. Sən o telefonunu görmüsən, ooo. İnan 2 gündə ona yalvarıram ki, qadın alıb o telefonu mənə ver. Mənə etsə yaxşı. Deyir, o telefonu sənə verdim, mən özüm axşam harada qalacam. Bizsə 2 kamaz kubika bir otağını ev tikə bilmirik. Düz sözə nə deyir? Gəldi. Dayı, dəhşət qorxdum. Skvatda bir dənə bu boyda qurbağa var idi, yekə qurbağa. Gördüm biraz həyəcandan, tutdum ayağından, arxa ayağından. Uçdu, çıxdı, getdi. Əlləmi yudum ondan sonra. Sən başın xərəbdəsin. Ya. Başın xərəbdir sənin! Həmin o qurbağaya 50 manat pul vermişdim, o kitayın yeməyi idi. Dedim ki, olmasa bir ağzı ətə dəysin də bu yazığın. Dayı, neyəliyək? Heç olmazsa bir dənə ilan tapıb verərik, yiyər də ilan. Nə qədər ilan olar? Səhər ilan, günorta ilan, axşam ilan. Bir adamın ağzına ət dəyməli deyə yox. Bu da insandır da. Nə bilim, mən. Bu yerdə Çin ataları çox yaxşı deyib. Çin var, eləməsini çan xoşi deyir, ilanı səhər özün ye, günorta dostuna yedizdir, axşam da düşməninə. Gedirsən Əsrət. Hə da. Tez bazar o qurbağanı tapırsan, qayıdıb gəlir sən dala. O qurbağanı tapırsan da bilir. Abaram, mən başımı götürürüm hara. Bu uşağı dinləyəyə dolaşmasın da. Niyə səmləşdirsin məni? Fəridə! Bay atımdan. Ay Fəridə! Niyə edirsən sən orada? Mama sənin yerimə dərsləri yazır, Get dərsləri verir, Siz səhv elədiniz, əvvəlcə tabletkanı atın, sonra su içində üstündən. Yox, mən elə bir şey deyəmərəm. Bunun içindəki dərmandır. Bunu içirəm, üstündən də tabletkanı atıram ki, o dərmanı yub aparsın. Bildin? Yenə niyə kamsın, hə? Sən bilmirsən ki, işıq saniyədə neçə sürətlə gedir? Yox, bilmirəm. Ay Nobil dayı, sənə qurban olum, mən bu uşağa başa sala bilmirəm. Sən bu uşağa başa sal ki, bu işıq saniyədə neçə sürətlə gedir? Qulaq as. Hə, deyim də, o baxır, o hansı yolla gedir.
Ümumiyyətlə, gecə bayra çıxmasa daha yaxşıdır. Bax, işığın formasını görsən. Şimdi bu uşaq elə dərslər verirlər ki, adamın başı şişirir. Mən nə bilim bu işıq sürəti nə qədər gedir. Rasim necəsən? Müəllim nədir? Rasim səndə. O sən keçən səfər qəzetlə jurnalı satırdın, müəllif hüquqlarını. Gətir, problemdir. 5000 dönürsən, 5500 verirəm. Sənədləri gətir ofisdə səni gözləyirəm. İkisini də alıram. Gətir. Geç. Otur. Xanşivar mən. Ay can. Satdım. Ay maşallah, əcəb elədi, satdın. Bu cavan oğlan kimdir? Bu qəzetin yəsi. Qəzetin nəyi? Yəsi. Başa düşmədim, sən qəzeti satmısan, bütün redaksiya qarışıq. Demədiniz, bütün qəzeti satdım da. Sənin başın xarabdır! Başın xarabdır sənin! Şükürmə mənim ofisimdə. Sakit dur. Siz rahat keçin, kreslonuzda əyləşin. Biz özümüz həll edərik. Sən də bura gəl. Keç. Aralarda bir yerdə dur. Uşaqlar, səvəti yandırın. Bu Kütay əl altdan bütün redaksiyanı satıb. Başa düşmədim. Dodağa dəyməsin. Dodağımızdan başa çıxar. Hasan, nə deyən satıbdır? Elə otər. Əldən itidir də, altdan satıb bütün hər şey. İyəsi də içərdə oturub. Həsən, bir dənə gavura. Yandırın ya səbəti. Eşitisiz uşaqlar. Yavaş kruqu alırıq hələ bir tərəfdən. Eşşək balası kimi çırpırıq. Yandırmayın, ama tələsin səbəti. Eysə, gözləri yum. Tələsin, Talih. Gözünün içine baxmayın. Gözünün içine baxma deyirəm. Dala dur, Suat. Vurmayın, belə. Nə şeysən, ha? Nə bilim, dayı. Bura gəl, hə? Onu da girdim baxın. Ayağımla belə vururam. Ayı da qızım. İki paşka, pişka. Burada məzələrsə, ha? Niyə mən sən gününü zəhərə döndürürsən? Yaxşı da vermədim, bax güldüm, mən sonra gülənə deyirsən yenə. Pesak olan yerdə qəndin eləyirsən. Teksti qaçırdın da, elə bir indi deməliydim. Öldüm mən. Şirin tayvazında. Südün üstündən niyə xət çəkdin? Əlim daydı, ki mənim məhkəməyə ver, nə var əlim üzdəydi. Təzdən burada yazdım. Ta 100 dəfə deməmişəm, uşağa banan vermə, boğazda çöp qalır. Həkim demir, çöplü meyvə verməyin. Çöplü meyvə. Yandı filan. Belə başa düşdüm ki, Talih... Belə başa düşdüm ki... Talih. Haydi. Oğlum. Oğlum. Ata. Oğlum. Bəli, ata. Görüşün olsun ya. Sən bilirsən mən Aziyyə getmək üçün nə zülmlər çəkirəm? Yeraltı yoxdur, yolda təkdirmişəm. Gəlib sifətdən tanıyırları, məni tanıyır. Qalsam da. Mesela sen böyle sazdan çekiliyor bu, tamam mı? Ondan sen... Ne var Bir serialdır da. Joseph Öndemin. Elə də öyle, Azay, bir dəfə ki, sən köməyimdəydi, bitti. Talih, sən mənim zabit edin. Hər sənin qəddər olubdu.
Sən özünü yandırmışsın. Anekdot satmalıdır ki. Bizdə pensiya 110 yaşdan sonra verirlər. Məcid var orada, mənim bacım oğlu. Məcid yox, hə, sən. Düz sana. Məcid kimdə? Bu hayatta qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağım oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Bir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban bacanaqlarıq.